27 may 2025-ci il. Bu günlərim Ağcabədi rayonunun Şahsevən Təzə kəndində şəhid Ali qardaşımızın dünyaya gəldiyi, böyüyüb, boya başa çatdığı evə ocaq aça bulmuşuz. Bugünkü gün əlamətlər bir gündür. Soruşsaz niyə? Şəhidimizin, şəhid Əlinin dünyaya göz açdığı gündür. Vətən mənim bu günüm, sabahki qoy düyünüm. Haqqım var ki, öyünüm, ürəklərdə döyünüm. Azərbaycan deyəndən. Azərbaycanın bütövlüyü uğrunda öz şirin canından keçən, şəhidlik zirvəsinə ucalan şəhid Əli qardaşımızın mövzuudur. Mən bu gül çələngini hazırlamışdım. Gələk şəhidin məzarı üstünə qoyaq. Nəsib olmadı. Təqdim edirəm ki, Əliyə inşallah biz əvəzdən şəhid Əlinin məzarı üzərinə qoyar. Allah'tan şəhidimizə rəhmət diləyirəm. Şəhid Əli qardaşımıza rəhmət eləsin. Onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Allah mübarək təala bir də bundan sonra Azərbaycan xalqına püskün göstərməsin. Ana, Allah rəhmət eləsin deyirəm. Allah sağ, peyğəmbərlərə Allah səbir vermişdi, amma onların içinin ən səbirlisi Həzrəti Əyyub peyğəmbər idi. Bunu hər dəfə deyəndə deyirəm, Allah sağ, Həzrəti Əyyub peyğəmbərin səbrini inayət eləsin. Allah bu gözəl bala rəhmət eləsin. Əlimizdən gələn bugünkü gündə budur. Allah da şahiddir ki, bundan artığı gəlsə, onu da eləyərik candan başla. Allah sağ dəyməsin.